Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve barak ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi teala ve berekatuhu. Yəqin ki, belə bir ifadə ilə çoxunuz tanışdınız. Yəni, nəfəxatur rahmat, rahmat, nəfəxatur rahmat. Yəni, rəhmət küləkləri, yeli. Bu ifadələr hədis şəriflərdə varid olub. Yəni, Allah Subhanahu Teala'nın nəfəxatur rahmat deyilən bir, yəni, içi rəhmət dolu olan küləkləri var. Onlar əsir. Onların mövsumları var. Onların ən çox əsdiyi mövsum sizin içində olduğunuz bu mübarək Şəhr-ü Ramazanəl-ləzi unzilə fihil-Qur'an. Kur'an nazil olan Ramazan ayıdır. Bakın kardeşler, bir kardeşinizin sözü olmuşken deyir ki, Subhanallah, bu çok qəribə aydır. Bu ayda mən günah eləyə bilmirəm. Allah akbar. Ne deyir kardeşiniz? Bu ayda mən günah eləyə bilmirəm. Bu ayda mən mələkləşirəm. Bu ay necə qəribə aydır. Necə də olmasın, güneş batmaqla Ramazan ayının ilk girən məğribində güneş batmaqla suffideti şeyatin. Diğer rivayette sulsileti şeyatin. Şeytanlara hem qandallar vurulur, hem zəncirlər. Qandal adeten elden vurulur, değil mi? Təsəvvürün, qandal adeten necə vurulur? İnsan yani artık hərəkəti məhdudlaşır, düzdür mü? Yani şəhr Ramazan ayı gəlməklə suffideti şeyatin, şeytanlar qandallanır. Diğer rivayette ve sulsileti şeyatin, zəncirlənir, ayaqlarındandır. Ve meradetil cin, nəhəng cinlər də həmçinin. Təsəvvürləyin, bu birinci fürsət. Siz fikir verirsiniz, bu ayda vəsvəsə çox zəifdir. Hiss eləmişsiniz onu. Çox zəifdir. Sanki vəsvəsənin taqəti gücü yoxdur. Allah akbar. Və bu ayın ilk məğribindən güneş batmaqla bir carçı göğe qalxır. O mələkdir. Məxsus bir carçıdır ki, o yalnız Ramazanda olur. Başka hiç vaxt olmur. Vallahi aləm. Mələk hər Ramazanın gecəsində, ta Ramazan bitənə kimi deyir ki, ya bağiyəl xeyri əqbil. Ey yaxşı işlər görmək istəyən, tələs. Və ya bağiyəl şərri əqsir. Əqsir, bəsdir, kifayətdir, tərk elə getsin. Ey nəsə pis iş görmək istəyən, kifayətdir, bəsdir. Əl çək. Əl çək deyir. Yaxşı, bu mələk hər axşam, hər gecə göyə qalxır və car çəkir. Onun səsini eşidirik. Alimlər sual verir ki, şagirdlərinə, mələk car çəkir. Amma onun səsini biz eşitmirik. O zaman onun car çəkməyinin hikməti nədir? Alimlər deyir ki, onun səsini biz birbaşa ruhumuzda, qəlbimizdə eşidirik. Neynə? Biz görürsünüz, heç vaxt qıla bilmədiyinizi siz Ramazanda qılırsınız. Düzdür mü? Heç vaxt oxuyamadığınız Kur'an'ı Ramazanda oxuyursunuz. Düzdür mü? Yəni qəflətə və lağlağıya yer ayırmasanız, imanın dadını məhz bu ayda, əməli başda, səmərəsi ilə qarışıq siz hiss edirsiniz. Və görürsən ki, qeyri-Ramazan ayında bir cüz oxuya bilməyən insan bu ayda 500 oxuyur üzündən. Düzdür mü? Subhanallah. Bir tərəfdən carçı çağırır. Bir tərəfdən şeytanlara həm zəncirlər, həm qandallar taxılıb. Digər tərəfdən və futtihət əbvabul cənnə və gulliqat əbvabun nar. Və deyir, cənnət qapıları tay başı tay açılır. Subhanallah, bu nəfəxat-ül rəhmətdir, rəhmət küləkləridir. Cənnət qapıları açılır və sakinlərini sanki çağırır. Hə? Tələsin, hə? Həmçinin rivayətlərdə gəlib ki, və cənnət bəzədilər. Ramazanda cənnət bəzədilər. Nə ilə bəzənilir? Havqalə, la havlə və la quvvət ilə billah, və təsbihət, subhanallah, bihamdi, subhanallah azim, və təhlil, və təkbir, elhamdülillah, və Allahu akbar, zikirlər və s. Nə ilə bəzənir? Kəfrətul Qur'an, qiraətul Qur'an və tilavətuh. Qur'an-ı Kərim çox oxumanı, cənnət, zaten cənnətin sərvəti, xəzinələri bunlardır. Allah Nəbisi sallallahu aleyhi ve sellem sizə bol-bol zikirlər tərk edib gedib, elə deyilmi? Bol-bol zikirlər. Niyə görə?
Bunlar cennetin əkinləridir qardaşlar. Qayda götürün. Yəni ədiyyə-i nəbəviyyə Peyğəmbər sallallahu əleyhi və səlləmin mübarək sünnə xəzinəsindən bizə miras qalmış dualar cənnətin əkinləridir. Onları eləməklə sən cənnətində özünü hiss eləmədən burada saray tikirsən. Burada başqa saray tikirsən. Həmin o zikr eləməklə. Burada ağaclar əkirsən. Burada nə bilim çaylar axıdırsan. Yəni cənnət bina olur. Bina olur. Onun binası nədir? Fəhlələrdir? Yox. Onun binası nədir? Hər hansı bir şirkətlərdir? Yox. Məhz bu ədiyyə ən-nəbəviyyə vəl-əzkar ən-nəbəviyyə sallallahu aleyhi ve sellem, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemdən bizə miras qalmış bu mübarək dualar, zikirlər sənin cənnətini bina edir. Deyir ki, وَغُلِّقَتِ الْأَبْوَابُ النَّارِ Ramazan girməklə cənnət qapıları taybatay açılar və cəhənnəm qapıları da demədi uğliqat. Var uğliqat. Var gulliqat. Gulliqat min siyaq mübalağa. Yəni bunlar dalbadal bağlanır. Hamısı cəhənnəm qapıları bağlanır. Biz bunu dərk eləmirik. Çünki görmürük. Amma qəbirdə yatanda bunu dərk edəcək. Bunu hiss eləyəcək. Bunu görəcək. Subhanallah, hətta qəbir əhli Ramazan ayını hiss eləyir. Çünki cəhənnəm qapıları bağlanır. Təsir var. Cənnət qapıları bağlanır. Təsir var. Subhanallah. Bu ay o qədər mübarəkdir, o qədər gözəldir ki, sələflər təmənna elədilər ki, onların bütün ayları Ramazan kimi olaydı. Subhanallah. Yəni, insan həmişə arzuluyur da söhbət mömindən gedir ki, ya Rab, ha vaxt mən sənin dostun olacam. Həqiqətən bezdim, yoruldum. Zahirdə sənin dostun, batində də sənin düşmən olmaqdan bezdim, yoruldum. Nə qədər olar bu asilik, ya Rab? Bu nəfsim niyə məndən güclüdür? Bu ayda tərsi nədir? Bu ayda möminlər hamısı Allahın dostu olur. Zahirdə də, batində də. Yoxsa elə deyil. Hamını iç dünyasına, üst dünyasına eyniləşir. Buna görə sələflər təmənna elədilər ki, bütün aylar Ramazan ayı kimi olsun. Düzdürmü? Subhanallah. Hətta Ramazanda düşünürsən ki, ya Rab, Ramazan bitəndən sonra onların qandalları qopacaq. Zincirləri sınacaq. Vay mənim halıma. Gör mənə nə gözdür. Həqiqətən yəni salihlər Ramazanın getməsindən qorxardılar. Ramazan gedəndən sonra zəmanət qapıları sanki zəmanət gedir. Sanki yəni sən fitnə ilə üzbəüz qalırsan. Ona görə qardaşlar, tövsiyəm öz nəfsimə və sizə Ramazanda dualara çox fikir verin, duaları çoxaldın. Hüsnül xatimə istəyin Allahdan, sabitlik istəyin. Sabitlik istəyin. Yəni indidən bu Ramazandan digər Ramazan arasında garantinizi alın. Yəni Allahumma Bəlliğnə Ramazan, min Ramazan ilə Ramazan. Sələflərin məşhur dualarından Allahümmə aid aleynə Ramazanə adidən və əzminətən mədidə və nəhnu bis sıhhati və səlaməti və əmni və əmən. Məşhur dualarından ey Rabbim, Ramazanı bizə hər dəfə qaytar təzdən. Yəni bizi növbəti Ramazanlara ulaşdır, çatdır. Adidən və əzminətən mədidə. Və biz bu Ramazanlarda sihət və səlamət və iman üzərində olaq. Çünki iraq olsun, iyazın billah, buradakilara və heç bir mömin qardaş və bacıma Allah göstərməsin. Ola bilsin Ramazan gəlsin. Amma Ramazan gələndə səni mömin kimi tapmasın, kafir kimi tapsın. Faydası var o Ramazanın sənin üçün gəlməyə? Yoxdur. Ramazan qayıdır. Amma səni tapmayıb. Sən artıq möminlər sırasında deyilsin. Vallahi qardaşlar, insanlar tanıyıram, bizlə bərabər təravih qılardılar. Ramazan orucu tutardılar, hal-hazırda deistlər. Vallahi tanıyıram. Deist, kafir. Allah inkar edir. Peyğəmbərcinə dil uzadır sallallahu aleyhi ve sellem. Vallahi. Yəni onu ki Allah'tan sabiti isteyin. Allah'tan sabiti isteyin və bu Ramazan böyük fürsətdir. Duaları çoxaldın. Allah xüsus Qədir gecəsində. O gecə hər bir dua için mələk nazir olar. Duanı götürüb aparar. Dualarınızı çoxaldın. Əla xüsus hüsnəl xatimə və səbət aləd-din. Dində sabit olmaq və gözəl xatimə üçün möhkəm dua isteyin. Möhkəm. Ramazanın hər gecələri. Sonra bir şey sizə xatırladım. Bir rivayət var. O rivayət insanlar arasında çox məşhurlaşıb. Amma o rivayətin isnadı zəifdir. Və məşhurlaşan rivayət odur. Nədir? Ramazanın ilk 10 günü rəhmət, orta 10 günü məğfirat, bağışlanma və axır 10 günü nədir? Əl-itqu minən-nar. Düzdür, hədisin mənbəyi var.
hadis rivayet olunub, hadis kimi gəlib, hadis kitablarında. Amma alə təhqiq, yəni araşdırmalar göstərir ki, muhakkik alimlər deyir ki, bu hadis zəifdir. Və bundan da səhih olan hadisə muhalifdir. Səhih olan hədislər nədir? Ramazanın 30 günün hamısı fihi nəfəxatur rəhmət. Hamısı elədir. Hamısının içində rəhmə və məğfirə və etqi minənnar. Üçü birdəndir. Hər günündə və hər gecəsində. Və hətta bir rivayətə gəlir ki, lillahi fi kulli leylətihə. Bu ayın hər bir gecəsində Allah-u Teala'nın cəhənnəmdən azad etdiyi kəslər var. Yəni siyahı var. Allah Teala baxır ki, gün ərzində qulum Abdullah nətər özünə apardı oruçlu ikən. Həlkəni yaxsxab, necə hədisdə gəlib ki, kim bunu etməzsə, onu etməzsə, orucu düzgün sayılar. Edərsə ona yalnız aclıq və susuzluq qalar. Gəlmir hədislərdə. Qışqırmaz, bağırmaz, yumruq atmaz, döyməz. Kim ona əl uzatmaq istəyəndə, qali inni saim, deyər mən orucam, toxunma mənə. Toxunmazlığı təmin olunub bir başqa ilahi tərəfindən. Yəni bu hüdudları qorudu mu? Yəni subhanallah, elə deyilmi? Və elə bir oruç tutmasın ki, bu oruç onun üçün yalnız aclıq və susuzluqdan başqa bir şey saxlamasın. Elə bir oruç tutsun ki, bu oruç ona fayda versin. Qardaşlar, orucun biz həqiqətən əksəriyyətimiz incimində mahiyyətini, onun fəzilətini dərk eləmirik. İnşallah, əgər onu haqqı ilə tutsaq, onun tam mahiyyətini dərk eləyəcək tərəzinin yanında duranda. Deyən nə üçün? İmam Əl-Buxarinin Cami-əs Sahihdə çox gözəl bir hədisi vardır. Əbu Hureyre ravidir. Buyurur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, kullu amel ibn Adem'e lehu illas-siyam. Adem evlatlarının bütün əməlləri onun özü üçündür. Yalnız oruçlar. Allah Teala buyurur, hadis kudusudur. Kullu amel ibn Adem'e lehu illas-siyam. Adem evlatlarının bütün əməlləri olan özü üçündür. Yalnız oruçlar istisna. Fe innehu li. Allah buyurur Subhanahu ve Teala. Yalnız oruç o mənimdir. Ve ene eczi bih. Onun mükafatını özüm sağlamışam. Özüme sağlamışam. Özüm vereceğim. Mükafatı nədir? Kim deyə bilər? Mükafatı təyin olunmayıb. Təyin olunmayıb. Mükafatı bilinmir. Bəzi alimlər bu qənaətə gəldilər Allah haqqında xoş sən olaraq. Dedi, ola bilsin ki, bir qiyamət günü bir bəndə tərəzin yanına gəlsin. Göstərsinlər əməllərini, maşallah, 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 6 milyard həsənət, savab. Günahları 7 milyard yarım. O da girməlidir. Günah çoxdur. Neyniyək? Alimlər deyir ki, Allah Teala bəzi əməllər ki var, onun savabı təyin olmayıb, onları axıra saxlayacaq. Və deyəcək ki, qulumun nəyi var? Deyəcəklər ki, qulumun orucu var. Gətirin. Tərəziyə qoyun. O qədər ağırlaşdırsın ki, ta ki onu oddan qutarana kimi. Çünki savabı təyin olunmayıb. Yəni biz binləri az qalmışıq da, hə? Susuz qalmışıq, düzdür mü? Allah canımız qurmar. O susuz nə var ki, az qalmaq. Cəmaat şəhid olur Allah yolunda. Elə deyil, canını, ruhunu, bədəni, malını, hər şeyini verir. Nə olub ki, susuz qalmışsan, ondan da gözəl sularla təmin olmuşsan güneş batırından sonra. Az qalmışsan, ondan da gözəl tamamlara əlin ulaşıb, elə deyil mi? Amma əvəzinə görə mükafat nə qədər böyükdür, əzəmətli bir mükafatdır. Həmçinin bu ay səbir ayıdır və orucun da isimlərindən əs-sabr və ayın da isimlərindən şəhrus-sabr. Allah Subhanahu həmçinin buyurur ki, İnnəmə yuvaffas-sabirun ecrahum bi gayri hisab. Şübhəsiz ki, səbr edənlərin mükafatı təyin olunmamışdır. İnnəmə yuvaffas-sabirun ecrahum bi gayri hisab. Səbr edənlərin mükafatları təyin olmamışdır. Yəni onlara mükafat sonsuz qədər veriləcəkdir. Qiyamət günü onlar başını qaldırıb qəsrlər görəcəklər. Deyəcəklər, bu hansı peyğəmbərlərin qəsrləridir? Bu kimin mükafatıdır? Cavabında bu səbr edənlərin mükafatıdır. Onların məqamını hətta peyğəmbərlər qibt eləyəcəklər. Bunlar dünyada ikən həyatı olmayan insanlardır ki, səbr edib, şükür edib və sabit qalıb ölüblər. Ona görə, yəni burada bir təsəlli var. O bacı ki, misal üçün, xərçin xəstəsidir, illərlə həm yoxsuldur, həm kasıbdır, həm ər onu boşub gedib, həm uşaqlarla qalıb, həm uşaqlar tökülüb belə qalıb, həyatı belə dözülməz. İnnəmə yuvaffas-sabirun ecrahum bi gayri hisab. Şübhəsiz ki, səbr edənlərin mükafatı hesabsız veriləcəkdir. Həmçinin və cəzahum bimə sabaru cənnətən və harira. Onlara qapıdan girəndə, digər ayət-i kərimədə və sələmun aleykum bimə sabartum fe ni'mə uqbəddar. Qapıdan girəndə mələklər onlara deyəcək ki, sələmun aleykum.
Merhaba, hoş geldiniz. Selamun aleyküm. Allah'ın selamı üzerinize olsun. Bu ne güzel bir diyardır. Sabrettiğinize göre dahil olun. Fikirlerin sebre bağladı. Hemçinin ve cezahum bima sabaru cenneten ve harira. Onlara ipekten libaslar giydirilecek. Cennetin kapısına girende. Cezahum. Mükafatları onların bima sabaru. Sabrettiklerine göre. Ve bu ay sabır ayıdır. Susuzdan yanıram, eve gelmişim, kim görecek ki evde bir bardak su var, ya sabır ayıdır. Bəs bu ay təqva ayıdır. Bakın kitap ehline, subhanallah. Oruç tuturlar ama oruçları batil. İnne dine indallahil İslam. Allah katında İslam'dan başka bir din işlemir. Kabul değil. Oruç tuturlar. Erziye çekirler ama kabul olunmur. Görün, subhanallah, biz necə bir nimet içindeyik. Biz əzəmətli bir aydayıq. Bu ayın qədrini bilək. Və orucu bəziyin. Bol-bol Kur'an oxumaqla, təsbihat eləməklə, zikr eləməklə, qışqırmaqla yox, bağırmaqla yox, dav eləməklə yox, PlayStation oynamaqla yox, iqra oynamaqla yox, bütün gün telefonda və kompüter başında keçirməklə yox, şeytan aldadır. Əziz, gözəl körpə balalarımız, əziz balaca qardaşlarımız, 30 il bundan qabaq biz də sizin kimi kiçik uşaqlar idik. Amma biz sizdən xoşbəxt idik, inciməyin. Çünki bizim zamanımızda nə bu əl telefonları yox idi, nə onun içindəki iqralar yox idi, nə PlayStation yox idi, Azərbaycan gəlib çıxmışdı. Biz Ramazan yaşayırdıq. 15 yaşında, 16-17 yaşında. Bizim yaşadığımız Ramazanı siz yaşaya bilmirsiniz. Həqiqətən siz fitnə zamanındasınız. Həqiqətən siz fitnə zamanındasınız. Yəni sizin Ramazanınızı şeytan çox oğuruyur məharətlə. Saatlarla vaxtınız keçir harda? Yəni iqralarda keçir. Məhdudiyyət qoyun. Demirik ki, qadağandır. Haram da eləmirik. Sadəcə onlara Ramazan orucunu qoru. Ramazan orucunu qoru. Eyb yox. Orucu bitərəndən sonra belə canının qurdunu öldürməkdən ötürü 30 dəqiqə oynaya bilərsən. Da səhərdən axşama kimi Kur'an-ı Kerim qalıb orada və həmçinin hədislərdə gəlib ki, qiyamət günü Kur'an gələcəkdir. Necə gələcəkdir? Nə cür gələcəkdir? Qiyamət günü görəcəksən və danışacaqdır. Allah Teala ona nitq qabiliyyəti verəcəkdir. Kur'an qiyamət günü şikayət edəcəkdir. Və həmçinin oruc gələcəkdir. Necə gələcəkdir? İnsan surətində, məxluq surətində bilmirik. Danışacaqdır. Allah-u Teala ona nitq qabiliyyəti verəcək. Bunlar lehimizə ya da əleyhimizə şahid kimi gələcəkdir. Rivayətlərdə oruc deyəcək ki, ey Rabbim, mən bu qulu şəhvətindən mən etdim sənin üçün. Məna'tuhu min şəhvətihi fikə. Yəni halala da yaxınlaşmadı. Harama da yaxınlaşmadı. Və şəffi'ni fih. Eləsə mənim şəfaatimi qəbul elə, ya Rab, mən gəlmişəm onu cənnətə varmağa. Sənin orucun sənin dostundur, ya düşmənindir qiyamət günü, bunu bil. Gələcək sənə şəfaat eləməyə. Kur'an-ı Kerim gələcək, həmin hədislərdə deyir ki, Məna'tuhu min nevmi və rahatih. Ey Rabbim, onun rahatından və yuxusundan mən etdim. Yəni qalxırdı, təravih qılırdı, qalxırdı, təhəccüd qılırdı və Kabe'yə gedənlər bunu yaşayıb. Bütün gecəni orada qalxırsan namaza. Geceler yatmışsan. Kur'an gelecek diyecek ki, ey Rabbim, gelmişim onu cehennemden kurtarmak için senden almaya şefaat etmeye. Ve şeffi'ni fih. Bu şeyleri biz kazanmalıyız. Hemşini şehr Ramazan. Ramazan ayda. Ya bizim lehimize şahit olacak, ya bizim aleyhimize şahit olacak. Allah subhanahu teala bizi məhrumlardan və bədbəxtlərdən eləməsin, xatiməmizi gözəl eləsin və bizi bağışlayan qullarına eləsin. Həmin o rivayətə qayıdıram, mövzudan çıxmamışdan qabaq. Səhih rivayət nədir? وَلِلَّهِ فِي كُلِّ لِيلَتِهَا عُتَقَى. Allah Teala'nın Ramazan'ın her gecesinde cehennemden azat ettiği kullar var. Her gecesinde. Deməli Ramazan'ın her günü, her gecesi rahmetli, mağfiretli ve her gecesi nedir? Cehennemden azat ettiği kulların siyahisi var. Çalış o siyahinin içerisine bu Ramazan düş. Ola bilsin ki gelen Ramazan'a çatmayasın. Bu Ramazan düş, ola bilsin ki yazın billah gelen Ramazan sənə çatmasın. Necə o bayaqki insanın misalı kimi. Ramazan geldi ama insan dinde değildi. Yazın billah. Ve özünü indən, oddan azad ilə Allah'ın lütfündən yalvararaq, istəyərək de ki o bir dəfəlik azad olmaqdır. İndi azad oldun, bir də axıra kimi artıq məsələ həll oldu. Amma bilmirsən, yəni ha vaxt oldu. Çalışın, yəni bir birri və silati, yəni yaxşılıq eləməklə qohum qonşuya, əqrabaya
və salih işləri çoxaltmaqla bunu əldə edin. Hədə və sallallahu və sallim və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbi ecmaîn.